Hə. Nə oldu? Tək elədim. Tək elədim. Posa ki, bir sənə tələsmədən. Bir an yorulma. Amma 3 dənə elədim də. Posa çəkin də, hər şeyi də hazırlayırdım sayı. Gəl. 6, 7. Amma yavaş-yavaş da. Bir dənə kilo elədim ağrıyır baburam. Tez gəlsin. Deyirəm tez gəlmisən. Seni işləyəsən. Hərəkətin adı nədir? Qol qabağı çəkmək. Hə, bu görə nə göstərsən? Davay. Qol qabağı. Yox, hərəkət. Hərəkətin adı barbell vurur. Curl. 8 təkrar onu vuracaq. Sonra gələcək qantelə. 8 təkrar burma eləyəcəyik. Getsə. Getməsə 5 təkrar da eləyəcəyik. 8 təkrarda maltok eləyəcəyik. Obşu 3 dənə hərəkəti set kimi birləşdirəcəyik. Davay, gəl görək. Gəl xəyaman proqramı idi də. 2 3 Davay. 2 6 vurma elə. Davay, getdi. 1 2 3 5 4 5 bir dənə də. Hoppa, əla. Şama gəl sən vur, sonra mən vurum. Axırıncı mən girəcəm. Sən 8 təkrar getsin vur. Davay, bas getsin. 1 Tələsmədən. 2 qəşəng. 3 Davay. Çıx. 1 2 3 əla. 4 tələsmə. 5 6 7 8 qəşəng. At. Vurma elə. Maltokdan qaldır vurmaya. 1 ISO 2 3 Davay. 4 5 6 son 2 son 1 özüdür. Necə getdi? Siyatı var. Keçək mənə. Hadi bakalım. Mən çox vurmayacağım. Mən 6-6 vuracağım. Yine başladı. İnkaf var. O böyümə gedir. Şey. Ne oldu la bayaqdan? Atırdın, tuturdun. Mən belə. Çox ağır hərəkətdir də. Bacara bilən və ikincidə girsin. İkincinin də girsin. İkincidə axıra kimi girsin. 8-8. Mən 8-8 getmədim. Mən idealni ən güclü olduğum bölgə hansıdır? Sinə hərəkətlərindən çox güclü. Yəni ən zəif də ki, bildiyim kimi kürəkdir də. Ən yaralı yerimdir. Bazadan bu arada. Kürək məşqini heç eləmək istəmirəm də burada. Heç. Heç. Amma məcburam. Sənin güclü olduğun bölgə hansıdır? Məncə kürək. Çox bəlli olmaz bəlkə də paltardan, amma kürək daha yaxşıdır. Sən bir də sinən qəşəngdir. Sinə də. Bunun sinəsinə baxın. Payı kimidir. Zəif olduğum hissə isə genetikdir məncə, çiyin-qol. Çiyin-qol. Düzdür, çalışırıq Vasif müəllim. Yəni sıfırdan bir şeylər eləyib sağ olsun. Amma yenə də o genetik faktor çox rol oynayır deyə. Biraz daha çox çalışmalıyıq. Kürəyin bir dənə vurun. Bu video var, kanat ver abime. Bu kürəklə boyladı. Maşallah. İnşallah qolla çiyini də o vəziyyətə gətirərik. 100%. Sən fast foodlar ye, yaxşı olacaq. KFC-nin fast foodlarına yaxşı. Vasif. İnkaf eləyir. Mən kürəyi əvvəlcədən sevməmişəm də. Ümumiyyətlə məşqə başlayanlar.
Çox adam ayağı sevmir. Deyir ayağım. Ümumiyyətlə də bizdə şeydir. Ki biz ziyan məşqində deyirdik. Çox adam ayağı sevmir, ayaq eləyə bilmir. Əziyyət gəlir onlara. Amma ayaq yaxşı bir. Bizim mentalitetdəki hamısı qalmır işləyəndə, içi də məndə. bizdəkilər şey sevir. Sinəm olsun, qolum olsun. Gövdədən yuxarı. Gövdədən yuxarı sevirlər. Kimsə də yəni ayaq məşq eləmir, amma ayaqlar zadı var. Yəni Futbolla məşğul olunan işte. Amma ən çox bizdə məşq edilən əzələ qrupu qollardır. Qol qabağı, qol arxası. Ən çox onu edirlər. Başqa şeylərə önəm vermirlər. axırıncı hərəkətimiz. Axırıncı set. Bundan sonra inşallah. Ondan sonrasına baxarıq. Bir dənə qol arxası girərik. Bir dənə qol qabağı, bir dənə qol arxası giririk. Görək Davay. neçəyə gedəcək. Eyni qaydada. Sizlə danışmaq xoş edir. Bu setin bir faydası var ki, həm qəşəng direnç hiss edirsiniz, qan qəşəng pompalanır. Qantellərə girəndə qəşəng qantellərə də girəndə maksimum qollar pump olur. Sibirində qəşəng setdir. Amma yenə də bu biraz irəli səviyyədir. Başlanğıc səviyyə videolar var. Girib baxa bilərsiniz. Məşqi maraqlı eləmək lazımdır. Hər dəfə rutin şeylərə bağlanmaq lazım deyil. Ona görə də fitnesi nə qədər maraqlı eləsəz, məşqlərdə fitnesi nə qədər maraqlı eləsəz, sizin üçün maraqlı olar, sıxılmarsınız, qəşəng məşq eləyərsiniz. Çünki bir şeyə təkrar eləyəndə adam bezir, yorulur, məşq eləmək istəmir. Bu biraz yaşantı ilə də bağlıdır. Amma ən əsasında fitness elə bir şeydir ki, istəyirsən əsəbi ol, istəyirsən keyfsiz ol, istəyirsən yorğun ol, Zaldan içəri girdin. Zaldan içəri girinsə hər şey keçir. Hər şey Dünya dəyişir, başqa bir dünya olur. Uzun sözün qısası məşq eləyin. Yo, indi biz qapıda, yəni qapının ağzına deyirdik də, məşq eləmək istəmirdik də. Yəni dinasiyamız yox idi. Amma indi bir də bu havadan çox şey asılıdır. Oh, 5 oldu. gedə, bir dənə də. Allah. Qırlar sökək, yığışdıraq. Oh, qollarım doldu. İkinci hərəkət sən dedin. İkinci hərəkətə mən deyirəm. 5-7-5 eləyək. Row. İp. Yaxşı deyək, yadları öyrən sonra row. Bayaq orada ilişmişdin. O yadımdan çıxmışdı. Qəşəng. So. Demək eləyəcəyik. 10 dənə bunu vurarıq. İp. Normal qaydada. Həmişəki qaydada, yəni bilirsiniz yəni ki. Çəkin qoyacaq 7-yə. 10 dənə bunu girək, baş arxası. Dayanmadan təzədən 5-ə qoyaq. Dibindən tutaq, tökünməsəli. Eyni qaydada sıxa-sıxa. Negativ, yavaş. Maksimum Sadəcə 5-7-5. 5-7-5. Gücümüz çatsa 6-8-6, 1-1 hər şeydən qaldırarıq. Elə uğurlar. So, birinci mən girim, sonra siz girərsiniz. Gir. So. Puf. Dirsəyinizi çox qaldırmayın. Maksimum arxaya buraxın ki, qollar sıxılsın. Cuzi aça da bilərsiniz. 9 10 Sonra təzədən çəki 5. Dib hissədən tuturuq. Burada ümumiyyətlə getdiyi qədər vurun. Məcbur deyil 10 dənə. Çünki bir yerdən sonra qollar tutulur. Oh. Oh. Olursa sonra belə. Atmalı. Burası bu körpü atmalıdır da. Biri var yetişkin atmalı. Bu. Bir de var körpü atmalı. Hamımız da arzu Arada fərq var. Qəşəng. Negativ. Dayanma. Sıx, dayanma. Ay, sıx. Sıx. Maksimum aç, qolların yansın. Maksimum aç. Ay, sıx. Bax, şiddət bax, buradadır. Bu hissədə. Sıx. Hə. Qışqırdır, ha? Davay. 1 2 Ne bu? Tələsmə. Negativ.
Hər videoda deyirik, bu videoda da deyirəm. Çalışın hərəkəti səliqəli işləyin. Horola, necə gəldi yox. Qəşəng. Maksimum dirsəklər yuxarıda. Səndədir. Əla. Negativ. ISO. Baba. Buradadır. Negativ. Qəşəng. Bu yandırsın qolları. Hop. Şamarda qol arxası qədər güclü ki, hiss eləmirik. Əla. Çəki artımadım, qaldı hamısı. Mən amma Məncə artıram. idealdır. Gəl belə, 5-i vur. Rahat geçsin. 8 artırarsın. Всё. Bombalıq eləməyim. Davay. Təmiz aç. Əla. Bu gün mən də ayaq məşq idi. Bəhanədən, fürsətdən istifadə Çıxdın hə aradan. Video işə yarar. Eybi yox. Eybi yox, bu indi bizə qurban ver. Mənə də xeyir oldu. Ayaq işləmək xoşlamır adam. Negativin hastasıyız. İşte. Tələsmə. Başısı aşağı. Ay sol. Əl qol arxasına. Bir də qol qabağına. İkizə deyirəm. Dən fikirləşim hərəkət görməliyəm. İşləməli olsaydın hansı hərəkətlər eləyərdin? Mən birinci barbell eləyərdim düz. Aha. Pedal var qaydası. Yəni onun məncə qol qabağının ən gözəl hərəkətlərindən biridir. İkinci. Qol arxası da ikinci. Yox, 2 dənə qol qabağı, 2 dənə qol arxası. Hə, 2 dənə qol qabağı. Bir də ki molotov eləyərəm. Malotok bu. Hə, Qantellə. qantellə. Onu da set şəklində də eləyə bilərəm. Yəni, Set yox da sadə. Sadəm, hə, Sən molotov. Qol qabağı. mikrofon verin. Əslində eynidir, birini barbell eləyərdim çünki biraz bazıvı hərəkətdir ona görə daha Aha. çox belə deyim, bicepsin başlarının demək olar ki, hamısına toxunur. Bir də hammer curl eləyərdim. Yəni onun Nə oldu üstünə. ikimizdə də nə oldu ki? Eynidir çünki elə bil ki, hammer curl onu tamamlayır. O birinci hərəkəti ikinciyə tamamlayır, daha effektivdir. Qol arxası. Qol arxası. O mən başlayım. Başla. Da səndədir mikrofon. O sonra eyni deyər. Sadə ip yaxşıdır amma məncə. Sadə ip. Bir də Yox, fransız. push down olardı. Bu ayısa var, bu olardı. Bir də fransuski olardı. Baş arxası. İkisi də eyni oldu, hə. Səndə də fransız. Mən keçən dəfə elədim də. Çox yəni ləzzət edirəm mən fransız. Fransız qəşəng, amma biraz riskli hərəkətdir. Başlağı səviyyələr üçün. Amma olsaydım başqa cavab verərdim. Nə deyərdin? Mən birinci hammer deyərdim. Hə. Qantellə hammer. İkinci inclined-da bu. Set O var. məndə çiynə vurur çox vaxt. Uzan belə Ayso. onlar boş qalır. O məndə çox vaxt çiynə vurur. Ya düzgün eləmirəm. Ha. O, Dirsək maksimum gedir arxaya. Bu. o üçüncüdür də. Mən sənə 2 dənə soruşdum. Üçüncü nə edirəm? Üçüncü bax məsələsində orada oturursan, incline. Qol arxasında mən birinci ağırlıqlı brus vurardım. Çəki ilə brus. İkincidəki baş arxası ip. Mənim favoritlərimdir. Brus. Biz fransız günə birləşdiririk. Yadına ki. Eləyəcəyini onu da eləyərik, baxarsan. Hə, yəni onu eləmişik. Amma mənim favoritlərim o 2 dənə hərəkətdir. Birinci ağırlıqla brus, bir də baş arxası ip. Ola indi hərənin öz zövqü var, hərənin öz besi. O da məşqdə də həyat tərzi kimi bunların hərənin öz zövqü var. Gözəl yox, məsələn o ikisindən daha çox hissiyat alıram. Da mən onu Sən zövq bunlardan. edirəm amma. Yəni zövq alıram da ola eləyəndə, ləzzət edir. Bir də effekt almaq məsələsi də var. Hə də, ümumiyyətlə çalışırsan hərəkətdən. Yəni hərə bəzi hərəkətlərdən daha çox effekt alır. Amma hər hərəkətdən eyni hissiyat ala bilmərsən ha. O da Məsələn, düz bar deyək də, hər dəfə çıxırsan, bir məşq çıxdın, qəşəng hiss edirsən. Amma növbəti məşq yaxşı hiss eləməyə bilmərsən. Bu sənin yeməyindən, günün yaşam tərzindən çox şəxsidir. Düzdür. Burada da var, hər bir şey ləzzət edir də, idmanda, məşqdə. Məsəl üçün mən incline-da durub sinə məşqində, hə, ən sevdiyim hərəkətdir. Durub deyim ki, məsəl üçün qantellərlə uzananda deyil. Məsəl üçün o incline-da. Ən sevdiyim hərəkət odur. Yəni durub hamının öz şey, ən çox istədiyi şey var da, fitness-də. O iş də. Amma gərək yenə də bir hərəkət üstündə təkmilləşmək Burada uşaqlar var lazımdır. ki, ayaq xəstəsidir. Gəlirlər, həmişə 2-3 dəfə var. ayaq eləyirlər. Nə bir ki, ayaq nasıl bir şalvarın altında qalır, söhbəti yox. Amma yenə də lazım deyə. Vacibdir. Endirim eləyim sənə. Mən niyə endirməyəsən, amma Kim eləyim? olaya endirməyəsən, biz şalvarımız da, baxma. Şama. Sizə hərəkətimizi ver də. Nə gözləyirsiniz?
Nə eləyirik? Nə eləyirik? Hə. Məncə bu ağır setdən sonra yüngül çəkilərlə qısa-qısa əzələni doldurmaq üçün bu hərəkəti eləyək yüngül çəkilərlə. Neçə kilo taxaq? Hər tərəfə 5 və yaxud 7 yarıma qədər qaldıraq. Onu Əsas 5 məqsəd eləyək. doldurmaqdır da, yəni əzələni ona sayı, görə Gələ 5 eləyək. Sonra gücümüz çatsa, daha da artırarıq. çünki setlər ağır idi. Çö. Birdən Sən hər ehtimalı 2 dənə də yarım gətir. Ver mənə 5-i. Videolarda demişəm. Yenə deyirəm. Eləyirsiniz, düzəldirsiniz, yaxşı eləyirsiniz. Eləyəndən sonra çəkləri yerinə qoyun. Sökün. Padlo deyil. O yox, o yox. Ya. Qoy başa. Birinci kimdir? Təklif eləmişəm. Birinci mən bəlkə- girirəm. Yaxşı mən. Yaxşı, mən girim də. Bunu yaxın tutacağıq. Yəqin ki, düzdür. Belə. Buradakı məqsədimiz bunun polunu qaldırmayaq. Bura qədər 90 dərəcə. Qabağından keçsə məncə daha yaxşı görsənir. Bu. Çaldınız, kaç atlayırsınız. Hoppa. Bu setdən sonra qəşəng izolyasiyadır. Gir, ikinci sən gir. Mikrofon götürüm rahat. İşte. Çox qaldırma. 90 dərəcə. Hoppa, bax budur. Qəşəng. Sən video altında bir komment yazmışdı. Kim? Yazmışdı ki, səhv düşüncələri. Sən də yazmışdın. Nəsə yazmışdın Qaqaşa TikTokda. Hə. Girdim profilinə baxdım. Ləçənin biri idi səni. Lələlöyün. Quran lələn mi? şonsdelələri yazır. Quran ondan sonra bilmirsən ki. Bu nə deyir? Bir də yazmışdı. Nə yazmışdı o? Deyir, nə yatdın, nə də yuxu görürsən ki, məşq baş salasan. Dedim, hələ yatdım, durmamışım hələ. Yuxudayam. Təmiz sağ. Ay sol. Çox qaldırma. Bu, qısa-qısa. Qəşəng. Tələsmə. Buradakı məsələ şişq elədiniz, biceps top vəziyyətində qanı pompalayırsınız əzəliyə. Azərbaycan xalqı üçün nə eləsən də mümkünatı yoxdur ya sənə. Düz hərəkət edirsən, deyəcək səhvdir. Ona görə səhv eləyirsən. Gələ səhv eləyəsən, deyərlər düz eləyirsən. 100%. Bir də qulaqdan eşitmə söhbətlər çox deyə. Bu idman növündə bir sənə nətərdir? O qədər şey yayılıb ki, sən bunu beləsən düz olacaq. Məlumat çox deyə. Məlumat kirilliyi çoxdur. Məlumat çox deyə, kirillik çoxdur. Bildin? Məsəl üçün, bunu eləyirsən, qalib ki, mənim müəllimim bunu demişdi axı. Bunu göstərirsən, video çəkirsən, o deyir ki, mən. Məsəl üçün, girirsən kanallarda, YouTube kanallarını görmürsən, nə qədər fitness trenerlər, onu eləyirlər, bunu eləyirlər. İstər-istəməz millətin də fikri qarşıdır. Məsələ bilsən nədir? Başı çıxmayan adam üçün başlanğıc səviyyə müəllimdən məşğul olmaq yaxşıdır. Amma bir yerdən sonra adam özünü kəşf eləməlidir. 100%. Amma məsələn, biri qantel qaldırır, biri barbel qaldırır. Biri qanteli yaxşı hiss eləyir, biri barbeli hiss eləyir. Barbel eləyən qanteli yaxşı hiss eləmir. Bu da eləyən yaxşı hiss eləmir. Biri o yaxşıdır, biri bu yaxşıdır. Yəni deyirəm, adam özünü kəşf eləməlidir. İnsan özündən yaxşı tanıya bilən. Yox. O məsələn, qol-qabağı qol-arxası eləyirik də. Qol-qabağım mənim zəifdir. Həm güc olaraq, həm hissiyyat olaraq. Amma qol-arxası daha qəşəng hiss edirəm. Amma elə adamlar var ki, qol-arxasını yaxşı hiss eləmir, qol-qabağını daha qəşəng hiss edir. Bu incəlikləri özün kəşf eləməlisən. Fikir önəmlidir. Fikir üstə düşmür. Heç kimin fikri bir-birinin üstünə düşmür. Ona görə də nə gəldi danışırlar. Bu idman növündə hamı bezilsin. Ağızdan gələni deyəcək ki, məsələn, bu yaxşıdır, o yaxşıdır, mənim müəllimim yaxşıdır, mən YouTube-dan götürürəm proqramları, biridir oradan götürürəm, biridir buradan götürürəm, amma yaxşı bir şey deyil. Özün kəşf eləməlisən, özün Biz neçə ildir məşq edirik? Hansı YouTube-a girib baxmışıq, hansı məsəl üçün proqramına girib məşq eləmişik. İndi elədiklərimiz olub, sözsüz. Baxmışıq, o söhbəti yox. Hərəkətin düzgünlüyünə baxmaq üçün. Düz amma bizdə hələ düzgün informasiya verənlər TikTokdadır və YouTube-da zadda elə şey yoxdur. İş burasındadır ki, verənləri də qınayırlar, onlara deyirlər səhv deyirsən. Amma yox, hazır TikTokda var bir-ikisi. İdman deyil ha, amma ümumiyyətlə qida supplementləri deyirlər də.
önəmli səhv deməklərdir. Onlar yəni mən baxıram, takib edirəm. Deyirəm ki, düz deyir. Amma ki elələri də var ki, məsələn o bir ikisi var, qışqırdı eləyir, məşq elətdirir uşaqlara. Zülm verir. Yaxşı bir şey deyil o. Mən Sən öbəndə. gətirmişdim də gördü. Yaxşı düşür. Necə? Biz də arada Qollarım dolub. Dən belə çək görümüzə düşəcək. Mən də belə yanlamasına göstərərəm. Biləylə əslində bicepslər, çiyinlər belə də harmoniyadadır. Proporsiyonlarım tuzdurmuşam. Çünki elə insan var, biləkləri balaca olur. Mən arada saxlayım. Bu buradan ayrılanda qəşəng görsənir. Amma elə adam var ki, birləşir. buranla birləşidir. Mən çox adam onu gedirəm, hər məşq edirəm. Malotok mütləq. Buradan brank əzələsi. Bu qolu böyük göstərən əzələ məndə. Proportionlar onda daha yaxşı. Var. Var amma bir dənə bu deyil də, yəni. Day, gir axırın setləri qıtaraq. Yaxşı. Fransuska vuraq. Yaxşı da yaxşıdır, avasi. Fransuska vuraq. Bura. Çəkinə vuraq. 10 kilo qalsın bizdə ancaq. Set girək, brusla. Brus birləşdirək. Bundan brusu birləşdirək də. Amma şeydir, orada nə elədin bu ilə yüngüldür qardaş. Yox, çəkini artıraq. 10 kilo eləyək. 10 kilo eləməyək. Yarım eləyək. 5 yarım. Ya 10 kilo eləyək. Gedək 10 kilo gedək. Gedəcək. Hani gedmir ki? 5 yarım. Yon da 5 yarım eləyək. Fransız kimi çoxdan işləm. Bir dənə çəki eləyək qardaşım. Hə? Bir dənə çək daş olsun. Hadi 5 yarım olsun da. Yox, bir dənə daş olsun deyirəm. Gədə elə bunu bundan eləyək. Qolaqasının ikinci hərəkəti Fransuska vuracağıq. Biz düz vurmayacağıq. İnklində bir diş qaldıracağıq. Set kimi brusdan bir yerdə, paralel qolundan bir yerdə girəcəyik. Birinci mən girirəm, sonra siz girərsiniz. Brusda say var. Say 10-a qədər, Yarışa bilərik. 15 dənə qədər. Axırda bir patxod yarışarıq. Axırda elə. Məşq tutaraq sonra da məşqin 30-dan yarışı. Yox, yəni 3-cü şeydə setdə eləyə bilərik. Hə, sən onu ver mənə. Qorxurlar. Все. Bə. Hoppa. 10 hamısı. Qəşəng getdi. Ay. Bu bir sənin neçənci proqramdır. Mən məşqə təsisə başlayanda bir idmançı var idi. Çox qəşəng böyük idmançı idi. Qəşəng. Mümkün qədər düş. Mümkün qədər. Əla. Все. Qəşəng. Yaxın. Qutaraq sonra. Məşqə başlayanda idmançı var idi. Yeşəydə bildiyin də. Birinci deyirəm ki, Fransuska başda, set olaraq da. Üstünə yaxın xvat uski vur, üstünə də brus vur. Doğru vurmadıq amma ya. Amma sizin eləməliydik. O setlərdən sonra bu ağır gedir. O bir sənin necədir? Sadə bir dənə ip vurdun, qızışdırmaq kimi. İkinci hərəkət Fransuski, uski, üstünə də bu. Qolları paramparça eləyir. Başlanğıc səviyyələr önləmirsə, Məncə hərəkəti qabağa salsaydı, eləmək olardı. hərəkətdən sonra bu çətin olardı. əlbəttə ki. Arada istirahət mütləq lazımdır. Bir də yenə çalışın. İkinci hərəkət baş arxası hərəkətlər eləməyin çalışın. Çünki burada duzlaşma olur. Çox adam dirsəkləri ağrıdır. Bir dənə qəşəng qızışdırma, razminka problemdir. Tendonlar ağrıyır. Tendonlar əlbəttə bura ağrıyır. Deyə bağlanırsın. Ağrısı kimi olur. İşləməyə icazə verir. İkinci kimdir? Hə. Axırın set-set girək, yarışdır. 100 spy.
Dənə kilsin, dincələk. Sən girmirsən də. Girmək istəyirsən. Çox pamplıyam. Sonda sən sadə iki dənə axın seti belə. Axın seti burada. Amma challenge olanda mən də istəyirəm. Sonda eləyirsən silə. Yaxşı, dincələk biraz. Prosta məsələ burdadır ki, biz kim başlayacağıq? Mən axırıncı elədiyimə görə, yəni ki, birinci başlamıram. Çünki mən axırıncı çıxmışam oradan, çünki 15 dənə elədim. Yaxşı elə. Onda biraz dincələyim. Özümə gəlim. Dincəlim yox da, qardaşım da dincələndən sonra mən də ki. Bax qardaşım, set arasında mən dedim. Yoxsa dincələ gedək bir stəkan çay çək, gedək şeydir. Gələk bilən, sonra başlayaq şeyə, challenge-ə. Açığı məndə də dolarım pompalı. Məndə də olub da. Görüm bir. Orada bura. Mən orada vururam usta. Mən çox dəyişə bilmirəm. Mən çox Sən qollarım buradan burada. Onu test mənlə, sən deyir. Mən güldürən yaxşı demirəm. Ha, güldürmürük. Bax, heç də demirik, sadəcə olaraq görə neçə eləyir. Mən güldürən yaxşı demirəm. Ağlıma ən pis şey gətirirəm. Bugünkü o şey tələbələr. Tələbələrin bir-bir çıxır məşqdən. Ya Allah. Sayırsan sən? Mən sayacağam mən. 1, 2, 3, 4, 28, 29, 30, 31, 30, 31 də. Oy! 31'in mənası var ha. Ha. Yox. Edər dəsin, aklınızı burası. Yəni 31 dənə elədi bu. 31'in mənası var. Bu nəsə, birincidən 100% bursuzadı orada az elədi ki, mən şey vurum, nə deyir? Mən axıra kimi gedib gəlirdim onu. Bir yaxşı. Sıradakı görək. Bax, bu dəfə oradan qalxmayacam, buradan qalx. Hə, 1, 2, 3, 4, 5. Oy! Bir dənə daha saydım. Oy! Nə danışır? Neyse, deyirəm halal sən. Bugünkü məşqimiz qol qabağı qol arxası oldu. 3 nəfərə məşq elədik. Şama gəl də. Gəldim. Hara getdin? Gəl burada. Nə belə? Hamımız bir yerdə məşq elədik. Qəşəng məşq idi. Maraqlı söhbətimiz oldu. Videonu bəyənib abunə olmağı unutmayın. Fikirlərinizi rəy bölməsinə yazarsınız. Məşq eləyin, sağlam olun. Heç kimə də qulaq asmayın. Uğurlar. Amma yolurlar.